Bir çox valideynlər uşaqlarına çox pis tərbiyə verirlər. Sual verəndə ki, niyə belə böyüdürsən uşağını? Deyir, necə böyüdürəm ki, qoy mənim uşağım kişi kimi böyüsün. Qoy mənim uşağım heç kəsdən qorxmasın. Kişidən araq isi gələr, kişidən paproz isi gələr. Bir dayına görüm, bir dayına bir söyüşdə görüm. Bir əmiyə bir dənə qəşəng söyüşdə. Bunlar elə bilirlər ki, tərbiyə belə olur. O uşaq da böyüyəndə başa düşmür ki, valideynlər. O uşaq da böyüyəndə, elə tərbiyəsiz böyüyəndə həmən elə öz valideynlərinə düşmən kəsilir. Öz valideynlərinə düşmən kəsilir. Valideynlər özlərinə övlad yox, düşmən böyüdürlər. Mən bir neçəsinin şahidi olmuşam. Övladı gedir hansısa bir futbolçuya balet eləyir, ya hansısa bir aktyora balet eləyir. Həmən o futbolçu kimi saçını darıyır, həmən futbolçu kimi yeriyir, həmən o aktyor kimi özünü aparır. Toşunu həmən o gördüyü adamlara özünü oxşadır. Xasiyyətcən də, yerişin də, saç düzümündə. Sənin bu dünya gətirdiyin övladın daha sənin övladın olmadı ki. Adı sənindir. Bu övladın başqa aktyorlara baxa-baxa, hansısa bir futbolçuya azarkeşlik edə getdi oxşadı ona, yerişi də ona oxşadı, saç düzümündə, xasiyyətində. Da bu sənin oğlun olmadı ki. Bəzi valideynlər övladlarını diqqət eləmirlər. Övladları gedir başqa-başqa adamların yolun gedir, başqa-başqa aktyorların, futbolçuların, onların yolun gedirlər. Öz valideynlərindən oxşamırlar. O futbolçunun uşağını oxşadır özünə. O şey artıq futbolçunun uşağıdır. O həmən aktyorun uşağıdır. O artıq sənin uşağın deyil. Övladlarını tərbiyəsiz böyüdürlər. Həmən övladlar gedir durur bir tində. Gələnin qabağını kəsir ki, niyə mənim məhəlləmdən keçirsən? Birindən bir söz eşitdi, gəlib başlayır ona xırdalamağa. Sən gəlib belə deməyəsən, belə deyəsən. Başlayır söz xırdalamağa. Biədəb duruş qaydasında, biədəb geyimdə. Başlayır başından böyük-böyük danışmağa. Valideyn də qıraqdan baxır, fəxr edir ki, mənim oğlum belə qorxmaz oğlum var. Başa düşmür ki, həmən o tərbiyəsiz oğul bir gündə valideynin öz üzünə qayıdacaq. Özü də çox pis qayıdır. Heç valideynin ağlına gəlməyən başına gəlir. Həmən özü verdiyi pis tərbiyənin nəticəsidir. Elə valideyn də var ki, uşağı 7 müəllim yanına göndərir. 7 müəllim yanına göndərir təhsil almağa. Uşağa sual verirsən ki, Quran oxuyursan, deyir, yox. Namaz qılırsan, yox. Məscidə gedirsən, yox. Bəs yaxşı, 7 müəllim yanına gedirsən. Nəfər oldu? 7 müəllimin kitablarını həvəslə oxumağa gedirsən, Allah səni yaradır və sənə kitab göndərir, sən Allahın kitabını açıb oxumursan. Quran oxumursan. Amma başqa-başqa kitabları oxuyursan. Hətta 7 müəllim yanına gedirsən, orada vaxt tapırsan. Axır nəticəsi nə olur? Hamısı göz qabağındadır. Nəticəsi də göz qabağındadır. Artıq hər kəsin nəticəsi göz qabağındadır. Amma Quran oxumaqdan söhbət düşəndə, ibadətdən, namaz qılmaqdan, məscidə gedib Allaha dua eləməkdən söhbət düşəndə dərhal başlayır ki, vaxtımız yoxdur. Başımız o qədər qarışıqdır ki, vaxtımız yoxdur. Gəlin etiraf edək ki, bax belə də deyirik. Və özümüzü alladırıq və özümüzü şeytana da dost tuturuq. Bəzi valideynlər istəmir övladları Quran oxusun, ibadət eləsin, məscidə getsinlər. Ona görə gözləri o yolda deyil, ona görə. Valideynlər övladlarını 7 müəllim yanına göndərirlər. 7 müəllimə də kəlampul xərcləyirlər. Amma pulsuz Quran-ı Kərimi oxumağa övladlarını göndərmirlər. Pulsuz ibadət etməyə göndərmirlər.